son zamanlar mən məktəbdən çıxanda uşaqlar falan görürəm, məktəb qarşısında da çox asanlıqla buranı açıb alırlar. Berk turbadır, çox görmüşəm əllərində. Şirinləşdirici kimi bizon əvəzi içirlər. Amma bir təhlükə var, baxın, görürsünüz. 12 yaşına qədər çatmamış uşaqlara, hamilə və süd verənlərə və s. xəstələrə olmaz. 12 yaşına qədər uşaqlar, hətta deyilirsə 15 yaşa qədər. Amma 12 yaş nədir? Birinci, ikinci siniflər. Ana-ata pul verir onlara. Çünki tərkibində natrium sitrat, kafein, bir çox benzoat, kalium. Bunlar hamısı nəzərə alın ki, uşaqlarda güclü ürək döyüntüləri yarada bilər, güclü tənginəfəslik yarada bilər, qəfildən ürəyin ritmini artıra bilər. Bu uşaqlara qəti qadağandır bu içkilər. Siz 1 manat falan verirsiniz, içirlər və çox da əl çatan bir səviyyədədir. Marketdən də alırlar, məktəbin yanından da alırlar. Bu içkilərin hər biri məktəbli beyni üçün, ürəyi üçün deyil, amma uşaqlarımız içir. Hətta mən görmüşəm, bir uşaq obisi üçün də alır, qəpikləri yığıb alırlar. Bunlarda elə bir dadlandırıcılar var ki, uşaqları cəlb edir. Amma uşaq ürəyi üçün olmaz. Uşaq məktəbdən çıxır və uşaq ona görə yorulur. Uşağın sümüklərini yeyir, uşağın qanına xərçək kimi elementlər, kanserogenlər salır. Qətiyyən bunları qadağan edin uşaqlara. Ümumiyyətlə, mən hesab edirəm ki, aktda bunları açıq-aşkar satılmasının, baxın, bu içkilərin qadağan eləməlidir. Yəni, 18 yaşına çatmayan uşaqlara satılmasını qadağan eləməlidir. Tərkibində çox ağır dərəcədə maddələr var ki, ancaq böyük orqanizmi üçündür. Qətiyyən, bax, uşaqlarımız sabahlar, ürək döyüntüsü, bax, hər gün biz yazırıq. 15 yaşında uşaq qəfil öldü, 18 yaşında uşaq evdə öldü, qızdırma oldu, öldü. Çünki qanlarında kafein çox olur. Ürək ritmi normada vurmur. Uşağın beynini belə sıxa bilər, uşağı yorğun sala bilər.